Onun üzerimizde emeği çok büyüktür. Həmişə əlindən gələnin ən böyüsünü eləyib. Və nəhayət səhnəyə dəvət edirəm. Sinif rəhbərimiz və dil ədəbiyyat müəlliməmiz Nurlana müəllimə. Buyurun. Üzerimizdə olan əməyiniz böyüdü. Müəllim təkcə kitabdakı dərsi yox, həm də insanın ruhuna toxunan, sevgisiyle onun qəlbinə işıq saçan biri olmalıdır. Və siz bunu bacardınız. Hər bir şagirdin yerində ürəyiniz tamamilə ayrıdır. Yəni sizi çox sevirik. Yaxşı ki varsınız, yaxşı ki sizi tanıyırıq. Əziz müəllimlər, hörmətli tədbir iştirakçıları, valideynlər, məzunlar və mənim 11T sinifim. Bugün çox özəl və gözəl bir gündür. Hamınızı bu gün münasibəti ilə təbrik edirəm. Gələcəkdə həyatınız, hər gələn gününüz, keçən gününüzdən daha gözəl olsun, əziz məzunlar. Mənim şagirdlərimdən çıxışı sizə yazıb verəndə, yazıb vermişəm düz yanvar ayından və özüm olan hissəni boş saxladım. Və yazdım ki, yəqin ki yazığa bir söz taparsınız. Və inanırdım ki, ora boş qalmayacaq və doldurmuşsunuz gözəl sözlərinizlə. Çox sağ olun bu arada. Siz mənim gözəllərimsiniz, gözəl müəllimlərimsiniz, oğul balalarım. Sizə də Gülzar müəllimin arzularına qoşularaq deyirəm ki, vətənə, elə, obaya xeyirli oğul olasınız. Qızlarımız namuslu, arlı, tərbiyəli, savadlı qız evladları olsunlar. Gələcəyə günəş kimi işıq saçsın. Özləri kimi neçə insanlar yetişdirsinlər. Bir daha çox sağ olun. Hamınıza diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.